Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq. Onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq. Bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi? Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi, onlar zülmət içində qalırlar. Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, qüdrətli, bilən Allahın əzəli hökmüdür. Ay üçündə mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.